Salam dəyərli izləyicilər. Xoş gördük. Deməli, gözəl izləyicilərimiz, videomuzu sona qədər izləməyinizi hər birinizdən xahiş edirəm. Səhifədə nömrəmiz var. Gördüyünüz bax bura 42 sot yerdir. Bax video zabor oradır, bir də bura durba çəkilibdir, hazırdır. Sənəddir. Sənədlər hamısı qaydasında. 2500 manat pul lazımdır işığına, qazına. Bax burada çoban üçün yaşamağa remontdan çıxmış evi, 2 otaq. Hamam tualeti burada. 50 başlıq mal üçün fermadır, ambarıdır. Ondan qoyun saxlamaq üçün 200 başlıq ayrı bir fermadır. Hamısı birlikdə 42 sotun içindədir, sənədləri də qaydasında. Kim almaq istəsə, səhifəmizdə nömrəmiz var. Zəng vurun, əlaqə saxlayın. Bura bir otaq. Bura isə bir otaqdır. Bura gördüyünüz kimi gözəl izləyicilərimiz ambarıdır. Gözəl izləyicilərimiz fermanın biri budur. 50 başlıqdır. Bax 50 başlıqdır, görürsünüz. Bu da təzə tikilib, üstü vurulmuyub. Bu da elə 50 başlıqdır, eyni boydadır. İkisinin də baş tərəfində biri tikilib belə hazırdır. Burada 200 baş qoyun tutur. Bax görürsünüz. İçində çəkirəm, baxın 200 baş qoyun tutur. 3 dənə fermadır, gördüyünüz kimi. Biri təzə tikilib, üstü vurulmuyub. Bax düz deyil, baş tərəfdə maşın dayanan yerə qədər də bax bu durba əkilib, görürsünüz, zabor çəkdirmək olar. Sağdan da, soldan da. Gördüyünüz kimi bu tərəfdə də bir ferma var. 42 sotun içindədir. Bax, buradan da ağız aşağı gedirsən o maşından ağzı ilə görüşən o ağaçlıqda, yəni boş sahədə örüşdür. Bax, belə bir fermamız satışa çıxıb, kim almaq istəsə zəng vursun, qiymətində razılaşarıq.